Bizim mədəni, müasir dövlətçilik ənənəmiz təbii ki, Cümhuriyyətdən başlayır. Ona qədər ki, tariximiz müstəmləkə tarixi və düşün, silalələrin hansınsa hakimiyyətdə olması. Dövlətçilik deyil mi? Əlbəttə, bu gün də türklər İranda hamısı hakimiyyətdədir. Genelkurmay başkanı falan, hamısı türkdür. Prezident, hamısı nə olsun? Ya bir İran dövlətinin Azərbaycana bir aidiyyatı var mı? İkinci məsələ nədə gəlir? Bilirsiniz, bu cür düşünən insanların əsas problemi nədir? Bunlar, məsələn, Əbülfəz Elçibəy olsun, Məhməd Əmin Rəssaidi olsun, hətta Əhməd Ağaoğlu olsun. Bunların fikirləri bizim üçün dogma olmamalıdır. Bunların fikirləri bizim inkişaf etdirilən bir tezislər və təftiş olunan fikirlər olmalıdır. Zərərli nəsə var mı o fikirlərdə? Əbülfəz Elçibəyin Azərbaycandan başlayan tarix əsərini və bugünkü yazımda da yazmışam. Bu, Məhməd Əmin Rəssaidənin tarix anlayışından tamamilə ziddiyyət təşkil edir. Və Rəsulzadənin tarix anlayışı daha demək, mühakiməsi məntiqli və daha doğrudur. Mən bu belə hesab edirəm. Bu demək deyil, Əbülfəz Elçibəy ya milliyyətçi deyildi, ya bizim böyük hörmət bəslədiyimiz şəxsiyyət deyildi. Baxış doğru olmaya bilər. O baxışı da, o dövr həmən mənim də baxışım oydu. Hətta Şah İsmailin 500 illik yubileyini universitetdə şahidi olanlar bilirlər, təşkilatçısı mən idim. Və onu keçitmişik. Bir dövr gəlir ki, müstəqilliyə qədərki dövrdə sənə ideal qəhrəmanlar, böyük bir cəngavərlər, Koroğlular, Babəklər, Cavanşir, bunlar lazımdır. Müstəqillikdən sonraki dövrdə... İnkar mı edirik onda müstəqillikdən sonraki dövrdə bunun faydasını təftiş et. Bunu başqası qarşısında özü güclü göstərmək üçün bunu təbliğ eləyirsən. Amma müstəqillikdən sonraki dövrdə sənin artıq postulatların, düşüncə postulatların dəyişməlidir. Müstəqilliyimizə, müasir dövlətçiliyimizə nə fayda verir, onun üzərində danışmalıdır. Məsələn, Atatürk'ün böyüklüyü nə idi? Atatürk Osmanlı sistemini sıfırlamasaydı, böyük müasir Türkiyə olacaqdı İran, Əfqanistan ya başqa ölkə. Bu olacaqdı. Və indi başqa siyasi xadimlərin Şah İsmailə, yaxud da Cavanşirə, başqalarına baxışı, bu siyasətçi baxışıdır. Biz burada siyasətçi baxışı mən ortaya qoymuram. Mən Azərbaycan cəmiyyətində bu düşüncənin dəyişməsi üçün hansısa bir yaradıcı bir insan kimi öz baxışımı ortaya qoyuram. İddia da eləmirəm, mən tarixçiyəm, filosofam, ya sosioloqam, nəyəm. Mən bunu iddia eləmirəm. Mən sadəcə deyirəm ki, bu cür yanaşsaq bu məsələyə daha doğrudur. Bu yanaşanda da bunu dərhal tərəfə qoşurlar. Sən filan tərəfdəsən, sən filan. Bizim bütövlükdə 19-cu əsrə qədər olduğumuz tarix, bütövlükdə ona qədər ki, tarix cəhalət tarixidir. Bunun Qəm Pəncərəsi filminə baxın. Mirzə Cəlilin 19-cu əsr məktəbə getməmə uğrunda mübarizə tariximizdir. Və biz bunu indi bu tarixi bir var ideallaşdıraq. Biz Novruzəlini ideallaşdıraq. Biz Parisə getmək istəyən Şəhrəbanı, cadu quran Şəhrəbanını ideallaşdıraq. Ya biz bu tarixə yenidən baxıb müstəqilliyimizi daha da qorumaq üçün onun daha təməlini doğru anlayaq ki, bunu hansı əsasda qurublar? Müstəqilliyi quran dövlətin baniləri Əhməd Ağaoğlu özü qatı İrançı olub. Əhməd Ağaoğlu dəyişim nə vaxt baş verib? Əhməd Ağaoğlu 11-12-ci ildən sonra dəyişim həyatda baş verdi 5-6-da. Sonra difai qurdu, başladı, uzaqlaşdı. Tamamilə onun əks özünün əvvəlki testlərinə qarşı çıxdı. Məhməd Əmin Rəsaidə İran məktublarında baxsaz, bir İran modeli üzərindən Azərbaycanın birləşməsini nəzərdə. Sonra oradan uzaqlaşdı. Ona görə Seyid Həsən Tağızadə ilə, Xiyabani ilə mövqeləri üst-üstə düşmədi. Yəni Məhməd Əmin Rəsaidənin sadəcə böyüklüyü nədir? Rəsulzadə... Hətta Azərbaycan adının özü Azərbaycanın bütövləşməsinə yönəlik bir strateji. Tamamilə ona da qarşı kim çıxdı? Pənah bəy ideallaşdırdığı Xiyabani, Seyid Həsən Tağızadə... Mən heç vaxt Xiyabanini və Seyid ideallaşdırmadım. Səttarxanı ideallaşdırırsan. Xeyr. İndi məsələ burasındadır ki, bəs onda heç olmasa Səttarxandan yapışdı. O təmiz heç olmasa bizim dildə danışır.